Yəni biz bir döngüdəyik də Murad. Bir döngüdəyik. Bu gün mən sizlə burada əyləşmişəm, deyim ki, bir aparıcı olaraq. Digər tərəfdə mən bir anayam, digər tərəfdə belə deyim rəhbərəm. Axı mənim bir neçə simam var. Bəli, bir neçə siman var. Bizim məsələmiz sizə ruhsal olaraq o azadlığı verməkdir. Murad deyəndə ki, sən həyatı yaşadın, deyəcəksən ki, hər saniyəsini və hər saniyəsinə dəyərdi. Bax, seanslardan çıxan adamlar bu sözləri deyir. Hər saniyəsinə dəyərdi. Desəm ki, həyatı necə yaşadın, deyəsən çox gözəl və yaxşı ki yaşadım. Pisləri ilə, yaxşıları ilə. Hər saniyəsinə dəyərdi. Niyə? Çünki kaderi qəbul eləyəsən, təslimiyyətdə olasan, artıq yaradıcı sistemdən dirənmək yerinə, təzyiq göstərmək yerinə axışa düşəcəksən. Ona görə ondan sonra başına gələn pis hadisələri belə deyəsən ki, olsun çox gözəl idi. Hətta onların belə hər saniyəsinə dəyərdi. Yaxşı ki yaşadım. Təslimiyyətə keçək. Təslimiyyət. Təslimiyyətə keçək. Onda İkinci sualı verin. Belə başa düşdüm ki, mən təslimiyyətdə deyildim. Əgər o bilincdə deyilsənsə deyilsən. Tamam. Aha. 2. Sualımız çoxdur orada. Yox, 2-3 sualdır. Buyurun. Bu da çox önəmli və düşündürücü sualdır. Niyə eyni ağrı fərqli insanlarla bizim həyatımıza yenidən qayıdır? Eyni ağrını yaşayırsan. Misal, əgər bu gün Aytən xanım dəyər verir, qarşılığında dəyərsizlik görürsə, bu eyni ağrını fərqli adamlar sənə yaşadır. Amma yenə də yaşayırsan. Səncə niyə? Sual. Açıq belə bir şey yaşamamışam baxın belə. Məsələn, dəyərsizlik olmaya bilər, ayrı bir döngü ola bilər də. Nüans dedim. Fikrə getdim açığı. Məsələn, hansı ağrını dəfələrlə yaşayırsınız, amma fərqli insanlar yaşadır. Xəyal qırıqlığı, məyusluq, dəyərsizlik, günahlandırılma, bir çox proses ola bilər burada. Çarəsiz qalma. Həqiqətən ağlıma gəlmir. Gəlmir. Həqiqətən. Bax. Həqiqətən deyirəm. Məsələn, sual etdiklərim əvvəl var idi. Niyə dediklərim var idi. Amma bu dəqiqə hansısa bir döngünü, misal üçün rəfiqələrimlə çox yaxşı, hər şey yaxşı qaydasında. Bəlkə də indi şəfalanmısınız deyə belədir. Çünki mütəmadi seanslar alırsınız suallarım deyə. çox idi. Seanslar arasında oturub beyninizə. Hə, amma həqiqətən indi yox. Birinci sual gördünüz, cavabım var verdim. Ola bilər ki, əvvəl yaşayırdınız o döngünü. Əvvəl yaşamışam, doğru. Əvvəl məsəl bir döngü deyin də, əvvəllər yaşadım. Əvvəl iş sferasında olubdu bu döngü, hörmətsizlik. Aha. Bu döngünə elə uşaqlıqdan gəlir də. Aha. Yəni dəyərin bilinməyib də, iş üçün efor sərf eləyirsən, amma ortada səni görən yox. Tutalım, bu olub universitetdə, məktəbdə, kolleqada belə davam eləyib. Bax, bu döngünü qırmaq lazımdır. Bax, bir dənə Aytənin o döngünü qırması neçə il çəkdi? Sual. Neçə ili valdı o? 4 ildən çox vaxtım var. Yox, indi yox da, yəni uşaqlıqdan indiyə salsaq, böyük bir illərin gedib də. Bəli. Bəlkə də 10 ilin, 15 ilin boşa getdi. Əslində mən orada düşünürdüm ki, əllərim kələbcəlidir. Ay sağ ol. İnancı gördünüz, şuuraltı inancı. Əllərim kələbcəlidir. Əllərim kələbcəlidir. İndi bax, bu 15 illik döngüdə gördün özünü həll eləyəmədin. Deyirsən insanlar niyə gəlsin? Bax 15 il Aytən düşündü, həll eləyəmədi. Amma bəzən bir insan 1 saat səndən danışır və bu həll olur. Məncə bu istər maliyyə, istər mənəvi, istər də dəyər olaraq daha rahat yoldur. Çox rahat yoldur. Düzdür, mən də burada xalqı təmsil eləsəm də, axı mən siz bilirsiniz, mən bütün videolarımda da demişəm ki, bütün gələn qonaqlarımın nə seans veriblərsə, hamısında bir şəxsən özüm iştirak etmişəm. Mənə şəfalı olduğu üçün ondan sonra mən bunu yayımlamışam. Yəni burada maliyyə məsələləri Düzdür. deyil əslində.